Aa, ay Hinduşka baş, ay bir qeyrət, ay Cumadərin nəvəsi, ay belə oğraş, görbagör İlhamın oğlu. Nə qədər alçaq adamsan sən ha? Ətrafına da hamısını alçaqları yığmısan. Ay bir qeyrət, ay cındır köpək oğlu. Ay bu qədər sən belə, yəni belə ləzzət eləyirsən ha, sənə belə təhqir eləyəndə. Bu qədər sən həzz alırsan, ha? Allah kəssin belə pul qazanmağa. Açığı mən sənə deyirəm, həqiqətən ha, Allah kəssin. Ala bu qədər səni söyürlər, bu qədər qarğış eləyirlər. Mən bilirəm də, 5 il bundan qabaq nə demirsən, o deyirəm də sənin üzvə də. 5 il bundan qabaq sən deyirdin ki, ala mən ta çıxıb getmək istəyirəm, mənim ta atam, nəslim, cins əqrəbəm söyülür. Məclislərin biri də bunu demirsən də, oturmuş söz Kurquz, bəylər də orada olubdu, Fadəl Əsgərov da orada olubdu, axraniklərindən də bir neçəsi olubdu. Deyirsən, ala mən söyürlər, mən dözənmirəm, ay yox necə dözürsən bəs indi? O sözün üstündən 5 il keçir də, necə indi dözürsən? Ay oğraş. Ya bu qədər sənə ləzzət eləyir ala. Necə yaşayatsan həyatda? O pulları oğurlamısan, bilirsən ki, sən rahat onu yiyənmə. Hər də olursan, o 9 qram sənə çatacaq. 9 qram sənə çatacaq. Pulları qaytarmasan, ay oğraş, ay cındır. Ay Rusun, Putinin 21-ci barmağını yumurtalarla qarşı ağzından bırakmırsan. Oyun oynayırsan da, oyun oynayırsan da. Yəni kişi ol ginən də, qeyrətə gəl ginən, yəni gedirəm ta. Nə yapışımsan? O bəylər onsuz da səni atoğda öldürdü, əmilərini öldürdü, əmi uşaqlarını, əmi qızlarını hamısını qovdu. Heç hüzurlarına gedə bilmədin, ay oğraş, ay bir qeyrət. Bu qədər alçaqsan sən ola. Sən alçaqların alçağısan ki, peysərə vurursan hamısını ye. Siqnal mənə verin, siqnal sənə nə qədər irşad verib, qabil verib, xalq səhbəsi veribdi, mücadilə edənlər veribdi. Mən təhqir eləməzdim səni, həqiqətən eləməzdim. Allah şahidlik eləməzdim. Yer qoymamısan, sən artıq. Ola bu qədər də cındırlıq olar, bu qədər biqeyrətlik olar. Sərhədlər bağlı, 80 manat qaziyə verirsən. Ay oğraş, bütün Avropada, Afrikada, SNG-də, Rusiyada nə qədər yardımlar eləmirsən, nə qədər şeylər tikdirirsən. Ay oğraş, xalqın pulu deyə bu, ay cındır. Ay mazella köpək oğlu oğraş, bir qeyrət. Gözünlə görürsən ki, cəmaat nə gündədir, yenə çıxırsan ki, biz belə inkişaf, hansı inkişafdan eləyirsən, ay dalını qumardı, 2 dəfə uduzan bir qeyrət cındır. Da dəfələrlə bunu demişik də biz də. Nə qədər qumardı uduzmusan sən dalıbı? Hə? Bəli bizim bildiyimiz kidir. Ay oğraşa bir qeyrətə gəl də, tüfür dabanın altında çıx get də Azərbaycandan da. Qəddafidən də, Səddam Hüseyndən də, necə sənə deyim ta, Əsəd işlə, Əsədə deyirsən ki, Əsəd zibilliyə atılmalıdır, sən atılasın, ay oğraş. O 5 dəfə prezident adam seçirlər, ay bir qeyrət, cındır köpək oğlu. Bayrağın üstündə əskərlərimiz zorlamıza. Deməli, sən bayrağımıza nifrət eləyirsən, xalqımıza nifrət eləyirsən, millətə nifrət eləyirsən. Ay cındır köpək oğlu. Səndə qeyrət deyilən şey yoxdur ya, ay oğraş. Həqiqətən yoxdur, bir kişilik sifətin olsun da. O YouTube'larda, TikTok'da zatda belə gedirsən, belə ki, sən neysə can alansan, sən şey soğuransan, sən can alan da olsan, sən mənlə tək-bətək çıxa bilməzsən. Nə Elşadla, nə Qabillə, nə mücadilə edənlə hansı bir qeyrədir. 2 dəfə Elşad sənə Avropada gəldi, düz qapının ağzına, atölübə gəldi, ay oğraş, götün çatmadı çıxmağa, ay cındır köpək oğlu. Manaf gəldi, heç qabağına çıxanmadın manafını. Ay oğraş, elə ancaq getdin vidadını vurdun, öldürdün. Sərhədlər bağlı, 80 manat qazı pulu. Belə şey olar ala, oğraş. Ay bir qeyrət. Gözünlə görüb götürən oğraşsan da sən də. Sənə başqa sözlə nə demək olar? Kişilik var səndə, qeyrət var səndə, mənlik var səndə. İndi trollar da başlayacaq, olmaz belə çiş. Petuğun tərəfini saxlayan elə özü Petuğudur. 2 dəfə bu adam qumarda dalını uduzub, ay trollar, kimin dalıyca gedirsiniz? Siz də dalınızı qumarda uduzmusunuz, sizin də dalınız qayrılıbdır. Ancaq bunun tərəfini o adam saxlaya bilər ki, onun anası, bacısı, nəsli qəhbədir, faşədir.
O kəslər ancaq İlhamın dalında dayana bilər. Qeyrətli kişilər dayanamaz bunun dalında. Təpələrinə özlərinə güllə vurarlar ki, necə mən gedim qumarda dağını uduzmuş adamın tərifliyim. Ay oğraşlar. Başa düşürsünüz mən sizə nə deyirəm? Bu qədər də bir qeyrətli olar, bu qədər də sırtıqlı olar. Sırtıq sifətsən də səndə. Sən əsl sırtıq sifətsən. Səndə kişilik deyilən şey yoxdur, qeyrət yoxdur səndə. Nə qədər arsız olasan sən gərək, nə qədər bir qeyrət olasan sən gərək ki, beləsinə həyat yaşayasan. Bu yaşamaq deyil, bu yaşamaq deyil. Çıx ged ginən canını qurtar, canını qurtar. Çünki sən bizim əlimizdən qutaranmayasan həqiqətən. Ya danışığa gəl ginən, ya da cəhənnəm olsun ki, bəylər nə gündə sənə oğraşalar. Sən də o sırtıqlaşmısan, Sən də sırtıqlaşmısan, kişilik yoxdur səndə artıq. Bir qeyrətisən sən artıq. Zındırırsan. Əl çəkin də az xalqımızdan da. Ay millət, mən sizə həqiqəti deyirəm. İstəyir onun talış balası olsun, canımız ciyərimizdə avarı olsun, kürdü olsun, ləzgisi olsun, dağlısı olsun, tatı olsun, türk oğlu türk olsun. Allah'ım biz milyonlarıq. Biz yığışıb bunları tapdalamalıyıq. Bunların nazını oynamaq lazım deyil. Ala balta, qılınc, sep, nə gəldi əlimizə, hər şey, lom, armatur, hər şey yığın. Bunların ağzını cırmalıyıq. Sən öləsən İlham, sənin aton, görün bir dənə tapıb qəbrini düzəldəcəyik. Tuvalet yazacaq, Rusun ajanı, tullası, Heydərin tuvaletidir bu. Kim Heydəri mındırlamaq istəyir, gəlsin, girsin ora, əməlli başlı bütün nəcisini, zadını boşaltsın orada. Çək görsün. Sən yer qoymamısan, day oğraş. Həqiqətən sən ancaq bu lazım deyə. Sən bütün qeyrətli kişilər, Afrikanlardan, qaralardan 21-ci barmağı 30-35 sant olan gətirəcək hamımızın pırramı ötürətə qoyduracaq suya. Deyəcək, bax, erkək lazımdır, erkək burada, dişi lazımdır, dişi burada. Qayrun necə istəyirsin, kövüzü çəkin. Çünki sən yer qoymamsan, səndən əxlaqla danışım. Yer qoymamsan, ay oğraş, qeyrətə gəlginən, kişiliyə gəlginən, tüpür çıx gedginən. Həqiqətən, bu qədər mındarlıq eləməyginən, ay oğraşım, belindən gələn, ay zındır köpək oğlu. Tüfürüm sən bu qeyrətli və kişiliyi mən. Nə qədər nakiş adamsan sən, ay oğraş. Var mı səndə mənlik heç olmasa? O heç olmasa balalar və yazğın gəlsin, ay oğraş. Gedəndə heç olmasa arxaya baxmasınlar. Rahat yaşasınlar heç olmasa. Ay bir qeyrət o nəvələrin heç olmasa. Ay zındır, sənə dedim axı bu qədər oğurluq eləmsən, ay oğraş. 200 min qoy günən Azərbaycana. Zavod fabriklərdən, yüngül sənayedən, ağır sənayedən tik qoyucunan cəmaət bizim üzümüzə tüfürsün. Desinlər ki, bəs orada çərənlədiniz, bəs danışdınız. Başa düşdün? Desinlər ki, kişi görürsən, açıb bizim üçün zavod, fabrik, hər şey açıb. Ayda da 3000, 5000 maaş alırıq. Ay oğraşımını eləyənmirsən axı sən, ay bir qeyrət, ay cındır köpək oğlu. Və bütün aylıqları bizə, biz ondan canlara alağamsını, sən də otur gələn rahat. Həqiqətən deyirəm sənə ya. Bu qədər oğraşlıq olar almışsan boynu valla. Gicdırlaqsan sən naturalniye. Naturalni gicdırlaqsan sən. Həqiqətən ləzzət edir sən söyəndə sən. Xoş havalı olursan sən. Rahat nəfəs alırsan onda sən deməlisən. Bu qədər sırtışmısan sən. Sənə deyirik də bu 200 milyard qoy Azərbaycana gör cəmaət sən əllərinin üstündə gəzdirəcək, bizim üzümüzə tüfürəcək. Təklif edirəm də sənə də uğraş. Demirsən, siqnaldır da verirəm sana, ay bir qeyrət. Ay, Putinin şeyini soğuran qandon köpək oğlu. İndi trollar başlayacaq, belə söz deməyəm, siz də elə onu tayısınız da elə də. Siz də elə soğuransınız da, anuz, bazuz, qeybədir də hamımızın da. Su qeyrətiniz olsaq şey, o polislər sizin ağzınızı cıracaq. Ağzınızı cıracaq sizin güllənə, nə qədər polis güllənəcək, hansılar şimdi kefdədirlər, at sapırlar. Hamımızın, bax, qabilində yaşandı, mənim şeyimizi soğurasınız. Yağlabaras ki, ver ağzımı alım, ancaq sən Allah məni öldürmə. Bax, belə deyəsiniz. Püs sizin hamımızın sifətinə, milli məclislə bərabər petuqlar, yığılmışsanız ora, oğraşlar, köpək uşaqları. Sağ olun ay millət.